Mən buna mümkünlüyünə şübhə ilə yanaşıram. Çünki yəni həm Böyük Britaniyanın, həm Fransanın, o cümlədən Pribaltika ölkələrinin qoşun göndərəcəyi və aktiv Ukrayna tərəfindən döyüşəcəyi ehtimalı azdır. Onlar bu formada düşünürəm ki, bu formatda ola bilər. Yəni lojistik dəstək və təlimlər səviyyəsində, Ukrayna ordusuna təlimlər səviyyəsində bu məhdud sayda, yəni həm Birləşmiş Krallıq tərəfindən, o cümlədən Fransa və Pribaltika ölkələri tərəfindən və yerdə qalan ölkələr də sadəcə olaraq bəyan ediblər. Onların bu günləri Ukrayna tərəfindən döyüşmək məsələsi biraz sual altındadır və onlar bu məsələyə ehtiyatla yanaşırlar. Çünki Rusiya bəyan etmişdi, onun qırmızı cizgiləri elan etmişdi ki, yəni NATO qoşunları və Avropa Birliyi tərəfindən, Ukrayna tərəfindən döyüşən qüvvələr olacaqsa, Rusiya adekvat cavab verəcək. Hətta 3-cü Dünya müharibəsinin başlayacağı ilə bağlı Putinin biz müxtəlif dövrlərdə bəyanatlarını eşitmişik. Və düşünmürəm ki, yəni bu senari üzrə 30 elan etdiyi, ölkələrin elan etdiyi səviyyədə Ukrayna tərəfindən döyüşmək ehtimalı var. Yəni bu məhdud sayda, əgər bu alınacaqsa, məhdud sayda həm Fransa, Birləşmiş Krallıq və Pribaltika ölkələri artıq onlar elan ediblər, mövqelərini açıqlayıblar və onlar da lojistik dəstək və müəyyən mənada hardasa təlimlər səviyyəsində arxa cəbhədə dəstək ola bilərlər. Dəstəyini ifadə edə bilərlər.